Herkese salam. Bugün sizinlə evdə hazırlaya biləcəyiniz ən asan dondurma resepti bölüşəcəm. Bunun üçün bizə lazım olacaq 2 ədəd qaymaq, 400 qram, qabın içərisinə əlavə edirik qaymağı. Yaxşıca mikser ilə açırıq. Üzərinə qatılaşdırılmış sıkışonla əlavə edirik 5 qaşıq. Dostlar, mənə dəstək olmaq üçün videonu bəyənib kanala abunə olsanız məni çox sevindirərsiniz. Fikirlərinizi gözləyirəm. Yaxşıca mikserin yeni qarışdırırıq. Tam açılana qədər. Sonradan 3 qaşıq da qatılaşdırmış üstə əlavə etdim. Bu zövqə görədir. İstəyən əlavə etməyə bilər. Yenidən yaxşıca qarışdırırıq. Bir baçka vanil əlavə edirik üzərinə. Yenidən yaxşıca qarışdırırıq. Bir qabın içərisinə əlavə edib göndəririk dondurucuya. 1 saat saxladıqdan sonra yenidən çıxardıb qarışdırırıq. Yenidən göndəririk dondurucuya. 2 saat qalır. Reseptimiz tam vəziyyətdə hazırdır. Hazırlayıb yenə işləmiş olsun. Fikirlərinizi gözləyirəm.